İmamoğlu'nun həbsinə etiraz edənlər nümayiş və yürüşlərə qadağ qoyulmasına baxmayaraq küçələrə axışıb. Qlobal Info az məlumat verir ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında ara-sıra toqquşmalar olub. Bəzi nümayişçilərin polisə su şüşələri, odun parçaları və məşəllər atdığı görülüb. Nümayişi dağıtmaq üçün polis biber qazından və su şırnağında istifadə etməli olub. Bu gecə keçirilən etiraz aksiyalarında Türkiyə daxilində 97 nəfərin saxlanıldığı qeyd edilib. Nazir Yerliqaya sosial media hesabındakı paylaşımında bildirib. Polis əməkdaşlarımız səbr və sağlam düşüncə ilə əziz millətimizin əmin amanlığını və təhlükəsizliyini təhdid edənlərə, təxribatlara və vandalizmə yol vermədilər və etməyəcəklər. Çağırışları ilə küçələrdə terror törətməyə cəhd edənlər heç vaxt məqsədlərinə çatmayacaqlar. Bu gecəki nümayişlərdə 97 nəfər şübhəli bilinərək həbs olunub. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özel İstanbulda baş tutan mitinqdə 300 min nəfərin iştirak etdiyini qeyd edib.